Anlayıram hər birinizi. Bugün sizinlə biosfer bölməsinin 3-cü mövzusu olan və mənə görə ən maraqlı mövzularından biri olan coğrafi təbəqə mövzusu haqqında danışacağıq. Coğrafi təbəqə nədir? Coğrafi təbəqə bizim bildiyimiz yerin xarici təbəqələrinin məcmusudur, birləşməsidir. Yəni necə? Biz coğrafiyada atmosfer təbəqəsi keçmişik, hidrosfer təbəqəsi keçmişik, litosfer, biosfer, məsələn, atmosfer nə idi? Yerin hava təbəqəsi idi. Hidrosfer nə idi? Yerin su təbəqəsi idi. Litosfer yerin bərk təbəqəsi idi. Biosfer isə yerin canlılar yaşayan təbəqəsi idi. Coğrafi təbəqə isə bunların birləşib əmələ gətirdiyi bir təbii sistemdir, bir təbəqədir. Yəni bunlar necə birləşirlər? Coğrafi təbəqənin sərhədlərini nəzər yetirərkən görürük ki, bax burada gördüyünüz hidrosfer və biosfer bütünlükdə götürülür. Yəni coğrafi təbəqənin içində hidrosfer və biosfer bütünlükdə, atmosferin isə bax bu şəkildən də görürsünüz ki, ozon qatına qədər olan hissəsi, yəni 20-25 kilometrlik bir hissəsi, litosferin isə 10-12 kilometrlik üst hissəsi götürülür və bunların hamısı birlikdə coğrafi təbəqəni əmələ gətirir. Bu da təqribən 50-55 kilometr qalınlığa malik olur. Bir daha deyirik ki, coğrafi təbəqə atmosferin alt təbəqəsi ozon qatına qədər, yəni yerdən 20-25 kilometr hündürlüyə qədər, litosferin üst 10-12 kilometrlik təbəqəsi, biosfer və hidrosfer isə bütünlükdə coğrafi təbəqəyə aiddir və beləcə 50-55 kilometrlik coğrafi təbəqə formalaşmış olur. Dolayısıyla coğrafi təbəqədə iki əsas enerji var və bütün proseslər bu iki əsas enerjinin sayəsində baş verir. Bunlar günəş enerjisi və yerin daxili enerjisi. Deməli, coğrafi təbəqə üçün iki enerji mənbəyi var. Biri təbii ki, günəşdir, günəş enerjisi. Əsas da elə günəş enerjisidir. Bu təbəqələrin arasındakı bütün əlaqələr də burada baş verən proseslər də məhz günəş enerjisindən asılıdır. Bir də qismən yerin daxili enerjisi də təsir göstərir. Baxın, burada biz ilk olaraq burada süxurların dövranından danışırıq. Süxurların dövranında da məhz bu iki enerjinin payını biz görə bilirik. Baxın, bilirsiniz ki, süxurlar, maqmatik süxurlar var, çökmə süxurlar var, bir də metamorfik süxurlar var. Biz bunu litosfer bölməsində keçmişik. Kanalımızda da süxurlar və aşınma dərsində buna baxa bilərsiniz, təkrar demək istəsəz. Biz burada nəyə baxırıq? Biz fikir veririk ki, həmin süxur növləri əslində təbiətdə, coğrafi təbəqədə dövr eləyir. Necə? Baxın, maqmatik süxurdur, düzdür? Maqmatik süxur bu günəş enerjisinin təsiri ilə aşınır. Dağılır, parçalanır, yəni günəşin təsiri ilə. Və dağılıb parçalanan maqmatik süxur çevrilir çökmə süxura. Daha sonra həmin çökmə süxur dəyişməyə, yəni metamorfozlaşmaya məruz qalır və metamorfik süxur əmələ gəlir. Sonra həmin metamorfik süxur axı ikinci qüvvədə var idi, yerin daxili enerjisi. Həmin enerji sayəsində əriməyə məruz qalır və maqmatik süxur yaranır yenidən. Və maqmatik süxur sonra vulkanizm nəticəsində püskürür, olur püskürdülmüş süxur və bu periodik olaraq belə davam edir. İki qüvvənin sayəsində, günəş enerjisi və yerin daxili enerjisi sayəsində süxurların dövranı getmiş olur coğrafi təbəqədə. Daha sonra biz coğrafi təbəqədən danışarkən, baxın, burada bildiririk ki, bütün qatlar, bütün təbəqələr, yəni atmosfer, biosfer, litosfer, hidrosfer arasında əlaqələr vardır və bu əlaqələr gördüyünüz kimi günəş enerjisi və yerin daxili enerjisi nəticəsində baş verir. Məsələn, bilirsiniz ki, burada su dövranı baş verir günəş enerjisi ilə, kiçik su dövranı, böyük su dövranı, okeandan buxarlanan su havaya qalxır, havadan daha sonra quru ərazilərlə yağır, oradan çaylarla okeanlara gəlir, bu bunlar arasında əlaqə yaradır. Gördüyünüz kimi püskürən vulkanlar atmosferin qazlarına təsir göstərir. Yəni bu komponentlər bir-biri ilə əlaqəsiz şəkildə deyil, bir-biri ilə sıx əlaqəsi var. Daha sonra biz burada görmüş oluruq ki, baxın, coğrafi təbəqənin inkişafında 3 mərhələ ayrılır. Gördüyünüz kimi biogenə qədərki mərhələ, biogen mərhələ və antropogen, müasir mərhələ. Bu bir növ xronoloji ardıcıllıqdır. Coğrafi təbəqənin, yəni bax, təbiətin inkişafında, təbii ki, təbiətdə, coğrafi təbəqədə hər şey birdən-birə yaranmayıb da, tədricən keçib. Və biz bunu bir xronoloji mərhələ olaraq 3 mərhələyə bölürük. Birinci mərhələ biogenə qədərki mərhələdir. Bax, biz geoxronoloji cədvəl keçmişdik, eonlar, eralar var idi. Var idi kriptozoy eonu, fanerozoy eonu. Eralar var idi, arxeik, proterozoy, bu aid idi kriptozoya, paleozoy, mezozoy, kainozoy isə aiddir fanerozoya, düzdürmü? Bax, indi orada kriptozoy eonu ki var idi ya, kriptozoy. Bax, o kriptozoy eonunda 2 dənə era var idi, arxeik, proterozoy, düzdür? Proterozoy. Bax, həmin bu iki era da baş verib biogenə qədərki dövr və 3 milyard il davam edib. Bu 3 mərhələnin içində ən uzun davam edəni budur.
Biogenə qədərki mərhələ nədir? Adından da bilmək olur. Bax, bio həyat deməkdir. Biogenə qədərki, belə təsəvvür edin ki, həyata qədərki, canlılara qədərki dövr. Bu ən qədim mərhələdir. Burada hələ litosfer, hidrosfer, atmosfer formalaşırdı. Burada qədim platformalar yaranmışdı. Qədim platformalar. Burada hələ canlılar inkişaf eləməmişdi, yəni bitki, heyvan aləmi inkişaf etməmişdi. Buna görə burada hələ biz yetərincə torpaq əmələ gəlmədən, yetərincə üzvü aşınmadan və s. danışa bilmirik. Çünki canlı aləm burada formalaşıb bitə bilməmişdi. Və biz burada deyirik ki, biogenə qədərki mərhələdə atmosferdə karbon qazı üstün idi, oksigen qazı yox idi və ya da yox səviyyəsində idi, az idi. Daha sonra biogen mərhələ 580 milyon il davam edib gördüyünüz kimi. Biogen mərhələ, bax, arxaya proterozoydan sonra nə gəlir? Paleozoy, mezozoy, kaynozoy, düzdür? Fanerozoy eonunda paleozoy, mezozoy, daha sonra kaynozoy. Bax, bu üçündə artıq olub biogen mərhələ 580 milyon il. Və biogen mərhələdə nə oldu? Artıq bu həyat mərhələsidir. Yəni burada bitkilər, suda, quruda yaşayan heyvanlar, məməlilər, quşlar, sürünənlər və s. bütün canlılar yarandı. Həmçinin atmosferdə artıq oksigenin payı çoxaldı. Oksigen. Bu da nə ilə əlaqədardır? Təbii bitkilərin artması ilə. Çünki bitkilər nə edir? Fotosintez gedir də, karbonu alır, oksigeni ifraz edir. Yəni burada artıq belə deyək olarsa, bitki aləmi formalaşır tam olaraq, torpaq formalaşır tam olaraq, üzvü aşınma getdi və burada artıq atmosferdə balans dəyişdi, oksigenin miqdarı artdı. Və ən sonda gəlir antropogen, müasir mərhələ, 40 min il yaşı var. Bu ən cavan mərhələdir. Bu 40 min il niyyədir? Bu Homo sapiens ki var, ağıllı insan deyirik də, onun yaranması 40 min il belə götürülür. Yəni insanın tam olaraq artıq bu ağıllı insanın yaranması və təbiətə təsiri bu dövrə aiddir, müasir mərhələdir. Testlərdə müasir mərhələyə aid mənfi şeyləri, bax, yadda rahat qalsın deyə belə deyim. Yəni testdə nə ki mənfi şey gördünüzsə, təbiətə ziyanlı, ekoloji böhran, torpaqların eroziyası, daxili suların, çayların, göllərin çirklənməsi, havanın çirklənməsi, qlobal istiləşmə, buzlaqların əriməsi kimi nə məsələlər ki gördünüz, mənfi. Bunları götürün antropogen, müasir mərhələyə. Çünki bütün bu mənfi təsirləri insan verib də təbiətə. Düzdürmü? Eyni zamanda təbii ki, şəhərlərin yaranması, antropogen landşaftın yaranması da yenə antropogen mərhələyə aiddir. Çünki bu da insanla bağlıdır. Beləcə biz biogenə qədər ki, biogen və antropogen mərhələni bilə bildik. Əslində burada elə də çətin bir şey yoxdur. Sadəcə biraz daha diqqətlə yanaşmaq lazımdır. Daha sonra gəlir dərsin ən əsas məqamlarından biri. Baxın, coğrafi təbəqənin qanun uyğunluqları. Coğrafi təbəqənin 3 dənə qanunu var. Belə təsəvvür edin ki, təbiətin 3 qanunu var. Bütövlük, ritmilik, zonalıq. Yaşım 3 qanun var. Bütövlük, ritmilik, zonalıq. Gəlin sırasıyla bu qanunları nəzərdən keçirək. Birinci, bütövlük qanunu. Bütövlük nədir? Əslində mən dərsin əvvəlində harasa bütövlük qanunundan danışmışdım. Mən demişdim ki, coğrafi təbəqənin bütün komponentləri bir-biri ilə əlaqədardır. Burada olan litosfer, hidrosfer, atmosfer, biosfer təbəqələri bir-biri ilə qarşılıqlı əlaqədə formalaşır. Siz təbiətdə hər hansı bir komponentə təsir göstərsəz, onu sıradan çıxarsanız, bu digər komponentlərə də mütləq ki, təsir göstərəcək. Okeandan su buxarlanır, havadakı rütubəti qaldırır, o yağış yağır, torpağa təsir eləyir, orada bitkiləri, heyvanları su ilə təmin eləyir, o bitkilər, heyvanlar üzvü aşınma ilə torpağa təsir eləyir, eyni zamanda onlar tənəffüs aparır, nəfəs alır. Demək ki, burada atmosferin rolu var. Litosferdən vulkan püskürür. Bunun təbii ki, yenə də qazlar ayrılır, atmosferə təsir var. Yəni bu təbəqələr, bu komponentlər hamısı bir-biri ilə qarşılıqlı təsirdədir. Və yaxud da bizdə nə deyir? Tutaq ki, bax, meşədir. Meşə landşaftı nədən formalaşır? Oradakı iqlim, sular, heyvan, bitki örtüyü, torpaq hamısının bir-birinə əlaqəsi var. Məsələn, biz bir meşəni qırsaq, oradakı heyvan, bitki aləmi nə olacaq? Məhv olacaq. Orada iqlim daha quraqlıqlaşacaq. Torpaqda eroziya artacaq. Düzdür? Çünki torpaq qoruyucu funksiyası var axı meşənin. Torpağın eroziyası artacaq və ən sonunda nə olacaq? Həmin ərazidə olan kiçik çaylar, göllər məhv olacaq, quruyacaq və beləcə bu gördüyünüz kimi o domino effekti kimi bir komponentin pozulması, ona müdaxilə digər komponentlərə də öz təsirini göstərmiş oldu. Bu bütövlük qanunudur. Bir də bütövlük qanunu qida zənciri aiddir. Qida zənciri nədir?
canlıların bir-biriyle qidalanması ardıcıllığı var. Bu da bütövlük qanununa aiddir. Məsələn, ot var, bitki. Ot, düzdür? Otu yeyir nə? Ot yeyən. Ot yeyən. Ot yeyəni nə yeyir? Ət yeyən. Daha sonra yırtıcı var burada, düzdür? Yırtıcılar yeyir. Və onlar da ən sonda nəyə yem olurlar? Göbələk və bakteriyalara. Göbələk, bakteriyaya yem olurlar. Düzdürmü? Məsələn, ot var, otu yeyir, məsələn, toyuq və yaxud da quzu, ot yeyən heyvan, düzdür? Daha sonra həmin o toyuğu, quzunu, məsələn, bir tutaq ki, canavar, bir tülkü yeyir. Bu da olur nə? Və yaxud da bir şir yeyir və s. Yəni bu otu, ot yeyəni, ət yeyən yırtıcılar yeyir və bu qida zənciri formalaşdırır. Ən sonda da o yırtıcı da nəyə yem olur? Göbələk və bakteriyaya. Çünki ölür, o göbələklər və bakteriyalar tərəfindən qida rolunu oynayır. Mikroorqanizmlər bilirsiniz ki, bakteriyalar onu çürüdür də, yeyirlər, çürüdürlər. Və daha sonra çürüdəndən sonra humusa çevrilir, çürüntü hara qarışır? Torpağa. Sonra torpaqdan yenidən nə çıxır? Ot çıxır və bu yenə də bu formada davam eləyir ki, burada da maddələr mübadiləsi yaranmış olur. Daha sonra gəlin baxaq ritmlik qanununa görə ritmlik qanunu nədir? Ritmlik, bax ritm nədir? Ritm təkrarlanan bir prosesdir. Musiqidə də ritm var, oradan yadınıza gələ bilər. Bu təkrarlanan bir prosedurdur. Təbiətdə də təkrarlanan hadisə var, təkrarlanan proseslər var ki, biz buna ritmlik deyirik. Ritmlik bölünür 3 yerə. Sutkalıq ritmik hadisə var, illik ritm var və çox illik ritm var. Bu da məntiqi sadədir ki, əgər hadisə bir sutka ərzində təkrarlanırsa, bu sutkalıq ritmik hadisədir. Həmin hadisənin təkrarlanması il ərzində baş verirsə, bu illik ritmik hadisədir. Yox, əgər bir neçə illər, 100 il, 1000 il, 100 min il və s. Yəni, böyük bir zaman daxilində bu hadisə təkrarlanırsa, bu çox illik ritmik hadisə adlanır. Bax, sutkalıq ritmik hadisə yerin öz oxu ətrafında hərəkətindən yaranır. Neydən? Yerin öz oxu ətrafında hərəkətindən yaranır. Yaxşımı? Sutkalıq ritmik hadisələr hansılardır? Məsələn, şehin düşməsi sutkalıq ritmik hadisədir. Brizlər sutkalıq ritmik hadisədir. Qabarma çəkilmə sutkalıq ritmik hadisədir. Dağ-dərə küləkləri, yəni bir sutka ərzində baş verən gecə-gündüzün dəyişməsi sutkalıq ritmik hadisədir. Çünki bir gün ərzində, bir sutka ərzində baş verir. İllik ritmik hadisə nədir? İllik ritmik hadisələr yerin günəş ətrafında hərəkətindən yaranır. Yerin günəş ətrafında hərəkətindən yaranır və bir il ərzində təkrarlanır. Məsələn, çayın buz bağlaması illik ritmik hadisədir. Çünki ildə bir dəfə buz bağlayır, qışda və yayda da o buzdan əriyir. Yəni, çayın buz bağlaması, əriməsi bir ildə təkrarlanan hadisədir. Və yaxud da, baxın, burada qarın əriməsidir. Yəni, buz bağlaması, qarın əriməsi illik ritmik hadisədir. Və yaxud da, baxın, musson küləkləri. Musson mövsümü küləkdə yayda dənizdən quruya, qışda qurudan dənizə. Deməli, bu da nə sayılır? İllik ritmik hadisə hesab olunur. Çünki bir il ərzində baş verdi bu təkrarlı proses. Fəsillərin dəyişməsi yenə illik ritmik hadisədir. Çünki bir il ərzində dəyişir. Daha sonra bir də var çox illik ritmik hadisələr. Bu, çox uzun müddət ərzində təkrarlanan proseslərdir. Məsələn, baxın, 400 dövrü buzlaşması, qlobal istiləşmə, soyuqlaşma və yaxud da transqressiya, reqressiya prosesi. Bu arada transqressiya və reqressiya prosesinin də ayrıca video izahı var. 6-7 dəqiqəlik videodur. Onu burada izah edib çox uzatmaq istəmirəm. Çünki ayrıca video izahı var. Linkin də videonun rəy bölməsinə yerləşdirəcəm. Kim istəsə girib izləyə bilər. Transqressiya dəniz, reqressiya quru mərhələsidir. Bu da çox illik ritmik hadisələrə aid olunur. Bax, bu da oldu ritmlik qanunu. Daha sonra üçüncü və sonuncu qanunumuz zonallıqdır. Zonallıq qanunu nədir? Bax, zonallıq qanunu budur ki, yer kürə formasında olması, həmçinin yerin öz orbit müstəvisinə, yerin xəyali oxunun öz orbit müstəvisinə 66,5 dərəcə meyilli olması səbəbindən yerdə ayrı-ayrı coğrafi enliklərdə ayrı təbii komponentlərin formalaşmasıdır. Ayrı bitki aləmi, ayrı torpaq, ayrı iqlim və s. Yəni, qısacası bu nə deməkdir? Tutaq ki, sən Amazona gedirsənsə, orada cəngəllikdir. Afrikanın şimalına gedirsən, coğrafi enliyi dəyişirsən, tropika keçirsən, səhradır. Biraz şimala gedirsən, məsələn, Yunanistan, Türkiyə ərazilərdə, aralıda, ora cod yarpaqlı meşədir. Avropaya gelsən, enli yarpaq meşədir. Biraz daha şimala gelsən, qarışıq meşədir. Biraz da şimala gelsən, tayqalardır, iynə yarpaqlı meşələrdir. Sonra buz səhralarıdır. Yəni, biz üfüqi olaraq, bax, burada var zonallıq, bir də var azonallıq. Bunu başa düşməliyik. Mənim danışdığım zonallıqdır. Yəni, üfüqi olaraq, üfüqi istiqamətdə. Üfüqi bir nədir? Bu, yəni düzənli istiqamətdə, düzənlikdə.
düzənliklərdə, üfüqi istiqamətdə ekvatordan qütblərə doğru, yəni coğrafi enlik dəyişdikcə, o günəşin düşmə bucağı dəyişir deyə, temperatur, yağıntı dəyişir deyə, təbii zonalarda dəyişir. Və biz buna zonallıq qanunu deyirik. Bitki örtüyü dəyişir. Bax, məsələn, baxın bu şəklə. Bax, bu zonallıqdır. Fikir verin burada. Tutaq ki, bura tunduradır, bura iynəyarpaq meşədir, düzənlikdir də gedirik belə üfüqi. Bura qarışıq meşədir, düzdür? Bu təbii zonların üfüqi olaraq dəyişməsidir. Buna deyirik biz zonallıq. Və biz yadda saxlamalıyıq ki, zonallıq eksogen proseslərlə bağlıdır. Nə ilə? Eksogen proseslərlə, yəni yerin xarici proseslərlə bağlıdır. Bir də var azonallıq. Azonallıq zonallığın əksidir. Yəni zonallığı pozan amildir. Azonallıq olur şaquli. Şaquli. Yəni hündürə doğru, dağda. Dağda. Yəni baxın bura. Bax burada üfüqi olaraq gedirdi belə düzənlikdə. Zonalar dəyişirdi. Bir də var bax burada dağın ətəyindən zirvəsinə doğru komponentlər dəyişir. Məsələn, enliyarpaq meşə, qarışıq meşə, iyniyarpaq meşə, tundura, dağ buzlaqları. Bu artıq nədir? Dağın ətəyindən zirvə. Çünki dağın ətəyindən zirvəsinə doğru da getdikcə axı temperatur, yağıntı dəyişir. Düzdür? Və buna görə də dağın ətəyindən zirvəsinə də komponentlər dəyişir. Buna deyirlər azonallıq. Bir daha deyirəm, düzənliklərdə təbii zonların dəyişməsi, komponentlərin dəyişməsi coğrafi enlikdən asılı olaraq bu zonallıqdır, eksogen qüvvələrdən. Dağlarda, dağın ətəyindən zirvəsinə doğru, yəni sən orada coğrafi enlik dəyişmirsən, ölkə dəyişmirsən, şəhər dəyişmirsən, sadəcə bir dağın əteyindən zirvəsinə qalxırsan və ayrı-ayrı meşə görürsən, çəmən görürsən, subnival, nival görürsən, yarım səhra görürsən, ayrı-ayrı landşaftlar görürsən, bu olur azonallıq. Bir də var, düzdür, bu əsasən Azərbaycan coğrafiyasını keçəndə rastlaşacaqsınız bunun, amma burada elə deyim bunu, intrazonallıq da var. İntrazonal landşaftlar var. İntrazonallıq nədir? Bir landşaft daxilində başqa bir landşaftın olmasıdır. Məsələn, tutaq ki, ərazi səhradır. Səhranın içində kiçik bir vahə var. Sulu ərazi var, bitkilər var, meşə var, kiçik bir formada. Bu intrazonaldır. Yəni o səhranın içində ona aid olmayan başqa bir landşaftdır. Azərbaycanda məsələn Tuqay meşələri, Şollar düzü, Qanı Xəriçayda olan düzən meşələr intrazonala aid idi. Bax bu da oldu coğrafi təbəqənin zonallıq qanun uyğunluğu və beləcə biz coğrafi təbəqə dərsini başa vurmuş olduq. Mən düşünürəm ki, siz bu videonu diqqətlə izləsəz, qeydlərinizi götürsəz, sizin üçün bu dərs çox maraqlı, çox rahat gələcək və burada heç bir problem olmayacaq. Uğurlar arzulayıram, sağ olun, görüşərik inşallah.